Abituriyentlərin kimyanı sevməsi ilə bağlı nə məsləhət verə bilərsiniz? Olimp Akademiyanın kimya müəllimi Ağazadə Nərmin belə ki, çox zaman şagirdlər kimyanın çətin olduğunu düşünür. Lakin qaydanı düzgün anlayıb, suallara məntiqi yanaşdıqda və çoxlu məşq etdikdə bunun öhdəsindən gəlmək mümkündür, yəni sualların. Bu səbəbdən bəzi reaksiyaları əzbərləmək yerinə həmin reaksiyalar necə getdi, necə baş verdi suallarını vermək daha doğru olar. Yəni bu kimyanı öyrənməyə bizə daha kömək edər. Bu səbəbdən, yəni dediyim kimi, əzbərçilik yox, məsələləri başa düşmək, qaydaları, formulları əzbərləmək deyil, onlara məntiqi yanaşmağı məsləhət görürəm. Abituriyentlərin uğur əldə etməsi üçün bir müəllim olaraq nəyi məsləhət görərsiniz? Mən Olimp Akademiyasının Azərbaycan dil müəllimi Aytən Qasımova abituriyentlərə yaxşı nəticə əldə etmək üçün ilk öncə özlərinə güvənməyi və məqsədə fokuslanmağı məsləhət görərdim. Özlərinə düzgün plan qurmalı və ona əməl etməlidirlər. Hansı fənlərdən zəifdirlərsə, onlara daha çox vaxt ayırmağı məsləhət görərdim. Abituriyentlərin uğur əldə etməsi üçün nələri məsləhət görərsiniz? Mən Olimp Akademiyasının ingilis dili müəllimi Bədəlova Ayşən. Abituriyentlərin uğur qazanması üçün onlara məsləhətim odur ki, ilk növbədə aydın məqsədlərini müəyyən etsinlər. Bu yolda düzgün plan hazırlasınlar və bu plan üzrə də davamlı olaraq əzm göstərsinlər. Çünki uğura gedən yol Olimp Akademiyadan keçir.